Növbəti məsələnin baxırıq. Burada X və Y atomu verib və X-in proton sayı verib 16. Mən də sizə demişdim ki, XO4 2 mənfi ionudur və ionda elektron sayı B-dir. Gəlin indi B-ni tapaq. B-ni necə tapırıq? Elə proton sayı istifadə edib elektron sayını da tapmaq olur. X-in protonu 16-dır, yazıram 16, üstünə gəlirəm. Oksigenin proton sayını bu hissədə verib bizə 8-dir. Bizdə isə oksigen 4, 1 oksigen haqqında məlumat. Amma bizim birləşmədə oksigenin sağ ayağına yazılan onun sayıdır. 1 oksigendə 8 proton varsa, 4 oksigendə 4 vur 8, 32 proton var. Həmçinin də elektron. Çünki proton elə elektrona bərabər deməkdir. Yəni, mən dedim ki, elektron sayını hesablayanda proton sayından istifadə etmək olar. Çünki proton sayı atomda elektron sayına bərabər olur. Və yükü də elektron sayını əgər tapırıqsa, elektron sayında mütləq bu yükdən istifadə edirik. Əgər elektron sayını tapırıqsa, proton və neutronda istifadə etmirik. Amma elektron sayında yükdən istifadə olunur. Yəni, mənfi 2-dirsə, üstünə 2 gəl yazırıq. O da bərabər eləyir 50. Deməli, biz B-ni tapdıq. B bərabər oldu 50-yə. İndi bu B-ni digərində yerinə qoyuruq. B çıx 10. Yəni, digər ionun elektron sayı 50-dən 10 çıxanda eləyir 40. Və bundan istifadə edib Y-in proton sayını tapırıq. İndi tapaq. Necə tapaq? Yazırıq. Deməli, bizim ionumuz Y O3 yenə 2 mənfi ionudur. Mənfi iondur. Burada Y haqqında məlumatım yoxdur. Görürsünüz, yuxarıda X haqqında proton verilmişdi deyə, elə protonu elektrona bərabər götürdüm istifadə. Amma burada Y haqqında məlumatım yoxdur deyə, elə bunu Y olaraq saxlayıram. Üstünə gəlirəm. Oksigen haqqında amma məlumatım burada verilib mənə. Çünki, baxın burada, bir oksigenin 8 elektronu var. Onda məndə də 3 oksigendirsə 3 dəfə 8 eləyir 24. Və mən də dedim ki, ionda elektron sayı tapılanda mütləqdir ki, yükdən istifadə edək. Yəni, çıx 2-ni, üstə gəl 2. O da bərabər tapdıq ki, bu biri ionda 40 elektron var. Y də bərabərdir. 40-dan 26 çıxıram. 40 çıx 26. Deməli, Y də bərabər olur 14-ə. N bərabər 14.